Yeri gəlmişkən Ziya Bünyadov prospektində elə son günlərdə belə bir hadisə baş verdi. 6 avtomobil ardarda toqquşdu və eyni zamanda Gəncədə də bu yaxınlarda belə bir xəbər eşitdik. Belə bir hadisələri tez-tez eşidirik əslində və diqqətli olmaq lazımdır. Amma belə şəxslərdən necə mübarizə aparaq? Eyni zamanda məlumatımız tam olmalıdır deyə biz istəyərdik ki, elə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektorunu hal-hazırda canlı bağlantıda eşidək. Elvin Hacıyevdir. Sabahınız xeyir olsun. Elvin bəy, xoş eşitdik sizi. İstərdik ki, sizi də bir eşidək və sizə suallarımız olacaq. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Təşəkkür edirəm efirinizdə yol hərəkəti təhlükəsi ilə bağlı məqam hayatımıza görə. Bəli, ilk növbədə qeyd etmək istərdim ki, biz Baş Dövlət Yol Polisi İdarəsi olaraq dəfələrlə sürücülərə müraciətlərimizi ünvanlayırıq, media subyektləri və sosial şəbəkə segmentləri vasitəsilə sürücülərin diqqətinə çatdırırıq ki, toy mərasimləri zamanı avtonəqliyyat vasitələrlə törədilən kobud qayda pozuntuların doğurduğu adlı faciələri, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə biz rastlaşırıq. Bəli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən maarifləndirici tədbirlər də görülür, sosial çarxlar təqdim olunur yol hərəkəti qaydalarına bağlı, amma buna baxmayaraq qaydalar yenə də pozulur. Bəli, qeyd etmək istərdim ki, bu təbliğat, təşviqat işlərinin intensivliyinə baxmayaraq, bu qədər xəbərdarlıqlara baxmayaraq, yenə də hansı ki, toy zamanı bəylə gəlin avtomobilin arxasında gedən avtonəqliyyat vasitələri, avtoxuliqanlıq hərəkətlər edirlər. Hansı ki, həmin gün bəylə gəlinin də belə deyim də bəzi hallarda avtomobilin qarşısını kəsirlər, onların da həyatını riskə atırlar. Bu kimi hallara yol vermək olmaz. Biz Baş Dövlət Yol Polisi İdarəsi olaraq bir daha xəbərdarlıq edirik ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştiraklarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalıdırlar. Əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalıdırlar. Məsuliyyətli davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər və əlbəttə ki, həmin gün böyüklər, valideynlər də o toy karvanına qoşulan gənclərə də bildirməlidirlər ki, avtonəqliyyat vasitələrinin sayı çox olmalı deyil. Onlar da öz tövsiyələrini bildirməlidirlər. Böyük kimi ki, qoyun sağ-salamat gəlib çata bilsinlər məclis yerinə. Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, çakır sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsi başa çatması üçün başlıca əsas şərtdir. Aha, və Elvin bəy, bir sual var ki, bax, aydın məsələdir ki, bax, biz indi təbliğat işlərini aparırıq, tez-tez bunu qeyd edirik, amma toy karvanında avtoxuliqanlıq edənləri hansı cəza növləri gözləyir? Bu haqda da məlumat yetişdirmək istəyərdik. Əvvəlcə bir məsələni aydınlığa qovuşduraq ki, avtoxuliqanlıq özü, yəni mexaniki nəqliyyat vasitəsinin sürücü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkarına şəkildə pozan, cəmiyyətə artıqca hörmətli ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulmasına müşahidə olunan hallardır. Hansı ki, burada bunun halları var ki, aşkar sürətdə iki nəqliyyat vasitəsinin sürət yarışı həyata keçiridirlər, nəqliyyat vasitəsinin bir və ya daha çox təkərin yolun səthindən qaldırmaqla idarə edirlər, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsi səslərinin çıxarılmasıdır və ya yolun səthindən çox sayılı təkər izlərinin buraxılmasına görə. Qeyd etmək istərdim ki, həmin şəxslər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən aşkarlandığı zaman nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manata qədər məbləğlə təyin edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunun törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 aya qədər müddətdə inzibati həbs tətbiq olunur. Amma hər şeydən öncə hər bir sürücü bilməlidirlər ki, biz bu günlər Dövlət Yol Polisi olaraq baş verə biləcək qəzaların qarşısının alınması üçün çağırışlar edirik, təbliğat, təşviqat işlərini aparırıq. Amma bizim apardığımız işlərin yanında da bu hərəkətləri, avtoxuliqanlıq hərəkətlərini edən və hansı ki, toy karvanında edənlər bilməlidirlər ki, özlərinin və başqalarının həyatını təhlükəyə atırlar. Tamamilə doğrudur. Olmaz. Təşəkkürümüzü bildiririk Elvin bəy. Elvin müəllim sizə.